Konstitusiya və suverenlik ili çərçivəsində Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü illiyinə həsr olunmuş Zəfərdən Zəfərə Yeni Azərbaycan Partiyasının 33 illiyi mövzusunda tədbir keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın və dünyasını dəyişmiş partiya üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov bildirib ki, Yeni Azərbaycan Partiyası 33 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət edib. Yeni Azərbaycan Partiyası öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrilib. Ümumilli lider Heydər Əliyevin zəngin irsi əsasında və prezident, partiyanın sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artmaqdadır. Bugün ümumilli liderin ideyalarını uğurla davam etdirən prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Tədbirdə çıxış edən Qubadlı rayon icra hakimiyyəti başçısının muavini Allahverdi Ağverdiyev bildirib ki, bugün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişaf aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının sədri, prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafi naminə səy göstərir. Digər çıxış edənlər bildirdilər ki, bugün əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev uğurla həyata keçirir. Bunun nəticəsidir ki, bugün ölkəmiz regionda güc amilinə, dünya birliyində söz sahibinə çevrilib. Ümumilli lider Heydər Əliyevin rəhbərliyi və ideyalar əsasında qurulan Yeni Azərbaycan Partiyasının 33 illik inkişaf tarixi göstərdi ki, partiyanı yaradanlar yeni müstəqil dövlətimizin siyasi, iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. 33 illik zəngin və şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası ötən müddət ərzində Ümumxalq Partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə edib. Sonra rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs fəxri fərman və Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edilib. Yekunda isə musiqili proqram təqdim edilib.